Dine restoran sistemində satış və digər funksionallıqlarla tanış olaq. Birinci növbədə hesabımıza daxil oluruq, daha sonra istifadəçi pinini qeyd edirik. Açılan səhifədə biz masaya və yaxud da digər sifariş növləri ilə sifariş qəbul edə bilərik. Masaya sifariş eləmək üçün ilk növbədə masaya toxunuruq. Açılan pəncərədə istədiyimiz məhsulu seçirik və səbətə əlavə edirik. Səbətə məhsul əlavə edildikdən sonra məhsulun üzərində istədiyimiz dəyişiklikləri eləyə bilərik. Məsələn, satış qiyməti, endirim manat və faizlə, miqdar və yaxud da istəsək şərh bölməsinə şərh qeyd edə bilərik. Son olaraq məhsulu göndər düyməsi vasitəsilə aidiyyəti şöbəyə göndəririk ki, həmin şöbədən çek printer vasitəsilə çek çıxsın və bu çek vasitəsilə sifariş hazırlansın. Müştəri əgər bizdən hesab istəyərsə, belə olan zaman hesab düyməsinə toxunaraq müştəriyə hal-hazırki hesabı göndərə bilərik. Son olaraq, əgər müştəri hesabı ödəyirsə, bunun üçün hesab bağla düyməsinə toxunuruq və açılan pəncərədə nəqd və yaxud nəqdsiz seçimlərdən birini seçirik. Ödənişi təsdiqlə düyməsinə toxunaraq sifarişi sonlandırırıq. Son olaraq, əgər istəyirsək, gün sonunda hesabatlar menüsünə daxil olaraq gün ərzində baş vermiş əməliyyatların hesabatını izləyə bilərik. Məsəl üçün, məhsul hesabatı gördüyünüz kimi bu pəncərədə əks olunur. İstəsək, çap et düyməsi vasitəsilə çəkə çıxarda bilərik. Eyni zamanda kateqoriya hesabatı, masa hesabatı, ofisant hesabatı və s. Gün sonunda, əgər işimiz yekunlaşırsa, növbələr panelinə daxil olaraq növbəni bağla düyməsinə toxunuruq. Gördüyünüz kimi bütün əməliyyatlar və məbləğləri bu bölmədə əks olunur. Bağladığımız növbə siyahıda görünür və əgər çeki çıxartmaq istəsək, növbənin üzərinə toxunaraq çek çap et düyməsinə toxunuruq və vizualda göründüyü formada eyni şəkildə çekə də bu məlumatlar